Azarkeşlərinin sevinci ilə yadda qaldı. Qarabağ Futbol Klubunun Çempionlar Liqasında qələbəsi gecə paytaxtda əməlli başlı həyəcana səbəb oldu. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Maltanın Valletta klubu ilə səfərdə qarşılaşan Ağdamın Qarabağ klubunun qələbəsi ölkəmizdə də qeyd edilib. Komandanı mənəvi cəhətdən tək buraxmayan sadiq azarkeşlər şüarlar səsləndirmək və oyunu izləmək üçün əvvəlcədən bir məkana yığışmışdılar. Burada böyüklü-kiçikli hər kəs Qarabağdan ancaq qələbə gözləyirdi. Elə oyuna aktiv başlayan adamların hesabı açması Maltada yerli azarkeşləri məyus etdiyi qədər Bakıdakı futbol sevərlərin üzünü güldürdü. Oyunu aşkar favorit qismindən çıxan Qarabağlı futbolçular sona qədər, necə deyərlər, sükanı əldən buraxmadılar. Hətta oyunun sonlarına yaxın Qarabağın futbolçusu Almeydanın penaltıdan hesabı artırmaq imkanından istifadə edə bilməməsi belə bu komandanın azarkeşlərini ruhdan salmadı. Sonda isə oyun Qarabağın minimal hesablı olsa da, səfərdə qazandığı qələbəsi ilə bitdi. Cavab oyunda isə Qarabağ iyulun 22-sində yerli futbol sevərlər qarşısında Valletta'da növbəti dəfə sınağa çəkəcək. Ümid edək ki, bir həftədən sonra bu gün Ağdamlı futbolçulara ekran vasitəsilə dəstək olan fanatlar bu dəfə komandaya olan sevgilərini stadiona gəlməklə nümayiş etdirəcəklər.